أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، نحمده ونشكره نستغفره ونستعينه نتوكل عليه ونتوسل إليه. الصلاة والسلام على سيدنا ونبينا وحبيبنا وطبيبنا وشفيعنا ومولانا أبو القاسم المصطفى محمد. اللهم صل على محمد وآل محمد. ثم الصلاة على إترته المكرمين وسيما بقية الله في الأرضين ولعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أعوذ بالله من الشيطان الرجيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. السلام عليك يا بقية الله، يا حجة الله، يا سيدنا ومولانا، أغثنا وأدركنا، انظر إلينا بحق جدتك فاطمة سلام الله عليها. Mövzumuz həqiqət yolunun davamı. Bir yoldan söhbət açmışıq. O yol səadətə gedən yoldur. O yol bəşəriyyətin axtardığı yoldur. O yolu bizə 124 min peyğəmbər göstərib və biz o yoldan söhbət edirik. O həqiqət yoludur. Niyə xütbəmizin adı həqiqət yolunun davamı? Hələ də birazca da şəffaflaşacaq. Elə bilirəm, bir neçə gündür qulaq asırsınız, müəyyən nəticələr çıxardırsınız. İstəyirəm siz düşünəsiz. Birlikdə fikirləşə, düşünə bu mövzunu tamamən anlayaq inşallah. Gəldik, buraya yetişdik ki, Peyğəmbərdən sonra ümmət parçalanıb, ixtilaflar düşüb və sual çıxdı, niyə belədir? Və dedik, biz tarixi təhlil eləməliyik və tarixdə kilit açar rolunu oynayan bir qəbilə var. O qəbilə haqqında danışmalıyıq. Onun adı Quranda, Qureyş surəsində də keçib. Qureyş qəbiləsidir. Və böyük bir qəbilədir, nüfuzlu bir qəbilədir, müəyyən tayfalardan ibarətdir. Mənəvi çöhrəsi ilə tanınan tayfa Bəni Haşim tayfasıdır. Ki, seyyidlərin də kökü ora gedir, çatır. Rəsul-i Əkrəm oradandır, Əmirül-Müminin də ora yetişir və bu qol, bu xət gəlir çatır İsmaillə İbrahimə, ta gedir çatır Adəmə. Bu bir xətdir. Bu bir yoldur, ta qiyamətə qədər. Bu yolun da axırı gedir, çıxır zühura. Yaxşı, Adəmdən ta zühur, qiyamət bir xətdir, bir yoldur. İnşallah bunun ətrafında danışırıq. Bəli, bu Bəni Haşimin qarşısında dayandılar qəbilələr. Həmən o Qureyşin içində olan tayfalar. Ələlə xüsus bir tayfa var. Heç gözü götürmədi Peyğəmbəri. Heç razılaşa bilmədilər Allah vəlisi ilə. Tab gətirmirdilər Əmirül-Müminin o haqqında eşitdikləri kəlamlara. Onların adı Bəni Üməyyədir. Gəl çatmışam Bəni Üməyyə. Dünən demişdim sizə, bugün nəsib olsa Bəni Üməyyədən danışacağım. Bəni Üməyyə Əbdümənafın oğlu Əbdüşşəms. Bir oğlu Haşim. Əbdümanafın bir oğlu Haşim, bir oğlu Əbdüşşəms. Haşim Bəni Haşim danışdı. Əbdümanafın bir oğlu var, adı Üməyyədir. Adı daha doğrusu Əbdüşşəmsdir. Yaxşı. Bu oğul bundan
soyundan da bir oğul dünyaya gəlir, adı Üməyyədir. Bən Üməyyə o Üməyyə ilə bağlıdır. Əsasən bu Üməyyə Haşimdən yola getmir. Haşimi qəbullana bilmir. Haşim onun əmisidir. Yaxşı. Ələl-xüsus Haşimin mənəvi üstünlüyü barışa bilmir. O nüfuzunu həzm edə bilmir. Hətta bir tarix deyirəm sizə. Bir tarix əsasən məsələ o qədər böyüyür ki, bu həsəd, bu kin, bu küdurət, nifrət o qədər böyüyür ki, öz əmisini münazirəyə çağırır. Ki, bizim aramızda bir qazi hökm çıxartsın, hökm versin. Niyə Kəbənin idarəçiliyi səndə olmalıdır? Niyə sən bu qədər üstün olmalısan? Siqayətul həcc, o hacca gələnlərə suyu sən paylamalısan. Kəbənin açarı səndə, pərdəsini siz deyiş. Bu, niyə sizə aid olmalıdır? Ələl-xüsus da Haşimə seyyid deyirlər. Heç xoşlamadığı bir kəlmədir. Yəni, ali cənab, ağa, üstün. Bunlara həzm edilmir. Və bir xəbər göndərirəm sizə ki, yəni sən üstün deyilsən axı, nə üstünlüyün olsun məndən. Qoy aramızda bir qazi, bir hakim hökm çıxartsın, hökm verilsin. Hakim qəbul eləmir. Belə cılız söhbətlərə getmir. Amma bu israr edir. Nəticə gəlir, çatır Qureyş böyükləri də məsələyə qarışır. Və Haşim məcbur olur. Və şərt kesir, deyir, yaxşı. Əgər belədirsə, hökmdən sonra 10 il kimsə məğlub oldu, çıxsın, getsin buradan Məkkədən. Və nəticə gəlir, belə yeri çatır ki, bu Üməyyə məğlub olur, o qazının çıxartdığı hökmdən. Və 10 il tərk edir. Hara gedir? Deyirlər, Şama gedir. 10 il qalır Şamda. Əvvəldən elə bir kök salıblar. Gedir hara? Şama. Yaxşı. Nəticə nədir? Və bu harada yazılıb? Bu tarixini də sizə deyim. İbn Səd Təbəqatul Kubra cild 1 səhifə 162. Mən sənədlərdə deyirəm ki, belə söhbətlər kimi görünməsin, boş söhbətlərdir. Xoşumuza gəlmir deyənə danışmırıq. Bunları oxumuşuq deyənə xoşumuz gəlmir. Tarix budur deyənə acığımız gəlir. Nə ki, acığımız gəlir, sonra tarix oxumuşuq. Tarixi oxumuşuq, görmüşük, belə də acığımız gəlib. Yaxşı. Nəticə budur ki, bu 10 ildə uzaqlaşıb hardan? Uzaqlaşıb Məkkədən, öz diyarından. Həsəd öz yerində, kin, nifrət də artıb. Vay o gündən ki, həsəd kinə qarışa, kin nifrətə qarışa. Bunlar bir-biri ilə nə ola? Nə baş verər? Fəlakətlər baş verər. Bəziləri mənsiləyə biraz cılız baxıblar da. Deyirlər, bu əmoğlu, əmi, qardaşoğlu, belə söhbətlərdə bunun bizə nə dəxliyə? Gətiriblər, məsələn, cılızlaşdırıblar. Deyirlər, Kərbəlada 2 dənə əmoğlunun konflikti idi. İkisi də özü də ərəbdir, bizə nə düşüb? Hətta məsləhət verirlər, belə şeylər baş qoşmur. Bu qədər dərin mövzuya səthi baxırlar. Mövzu ki, əmioğlunun müzakirəsi, daha doğrusu ki, əmioğlunun mübahisəsi deyil, mövzu haqla batil savaşıdır. Sən onlara ki, əmioğlu kimi niyə baxırsan ki? Haqla batil toqquşub. Üstünsüz 2 dənə əmioğlunun söhbəti. Quran 2 dənə qardaşın söhbətini açıb ki. Siz deyirsiniz, 14 əsr bu tərəfə gedmirsən. Quran 10 min o tərəfə geyib ki. 2 dənə qardaşın söhbətini Quran deməsəydi, itib batıb gedər. Quran 10 min qabağa gedir, 10 min il qabağa gedir məsələn. Habillə Qabilin söhbətini açır. Söhbəti qiyamətə qədər aktual saxlayır. Məsələ 2 qardaş söhbəti deyil. Məsələ 2 dənə haqla batilin savaşıdır. Şəxsə baxmazlar ki orada. Baxarlar görə bu tarixin nəbzinə necə təsir göstərib.
tarixin axarına aparıb. Bu qədər böyük söhbəti gətirib, 2 dənə əmi oğlu söhbətidir. 2 dənə əmi oğludur. Həqiqətlə saxtakarlıq üzbözdə yanıb. Haqla batil üzbözdə yanıb. Dürüstlüklə yalan üzbözdə yanıb. Cəhalətlə mərifət üzbözdə yanıb. Tarixin mühüm nöqtəsidir bu. Necə baxsan, Habil, Qabil o cürlə. Yaxşı. Allah Quranda buyurur, وَاتْلُ عَلَيْهِمْ نَبَعَ إِبْنَيْ آدَمْ بِالْحَقِّ. Ay Peyğəmbər, bəli ya Rəbbəl aləmin. Sən bu Qabillə Habilin söhbətini açaq. Oldu ya Rəbbəl aləmin. Axı 2 qardaşlar dəxli nədir? Aç o söhbəti. Qoy cəmaat bilsin nə məsələ baş verib. İz qarrəbə qurbanən. Özdə açıra mövzunu. İkisi də qurban verdi Allahın yolunda. Fətuqubbilə min əhədihima və ləm yətəqəbbəl minəl əxər. Birindən qəbul oldu, o birisindən qəbul olmadı. Habildən qəbul oldu, Qabildən qəbul olmadı. Qabil bunu qəbullana bilmədi. Onun mənəvi məqamı niyə məndən üstün olsun? Siz elə bilsiniz, bu kiçik məsələdir. Çox ciddi məsələdir. Bir nəvə mənəvi üstünlüyün qəbul edilməyi elə bir asan məsələdir. Peyğəmbərlərin, övliyaların ən mühüm toqquşduğu nöqtələrdən biri bu olub. Başlıca səbəblərdən biri bu olub, biləsiniz. Başlıca səbəblərdən biri bu olub. Ki, qəbul olunurlar. Xeyr olayım, lap gedim qabağa istəyirsiniz. Hələ dünya yoxdur. Adəmlə iblis söhbəti. Xeyr olayım, ya Rəbbi, mən nə düşüb? Mən də səcdə edirəm də. Bu nə deyib, bunu yarattığını? Səcdə elə özdə onu. Niyə səcdə edeyim? Mən onu səcdə eləməyim də, sənə tohid əhliyəm də, mən sənə səcdə edirəm. Sənə qəşəng edirəm də, İndi Allaha tohiddən danışırdı. Qoy sənə səcdə edeyim də nə qədər, nə qəşəng. Əsas sən axı. Allah Adəmdən danışır, bu mövzunu çevirir, Allaha aparmaq istəyir. Yox, Adəmdən danışmayayım, mən səndən danışmaq istəyirəm. Allah deyir, bir dəqiq deyən. Doğrudan səcdəyə getmirsən, yoxsa bir dənə gün təzim elə bilsən. Mənə səcdə eləmək asandır. Adəmə təzim eləmək çətindir. İçvi qoy ortaya. Ya Allah. İçvi qoy ortaya. Ona görə Peyğəmbər dedi, Əli can, səni mömin sevər. Münafiq, nifaq əhli sevməz. Sən imtihansan bu dünya üçün, Əli. Dünyanın imtihanısan. Həm cazibən var, həm dafiyən var. Mümkün deyil. Sən asan məsələ deyil məsələ. Ciddi məsələdir bu məsələ. Qabil nə dedi? Qabil dedi ki, qal ləəqtulənnək. Səni öldürəcəm. Qabilə dedi. Qal innəmə yətəqəbbəlullah minəl muttəqi. Məni öldürmək lazımdır. Məndən qəbul olub, narahatsan. Amma bir dənə bir şey bilmirsən ki, Allah təqvalardan qəbul edir. Düz insan ol, dürüst insan ol. Allahla ünsiyyəti dürüst qur. Ondan sonra sən də ucalarsan. Yolu bu deyil. Yolu bu deyil ki, Habili öldürəsən. Yolu bu deyil, Yusifi quyuya atasan. Yolu bu deyil, Əleyhisselamı zərbətləyəsən. Yolu bu deyil. Düz istiqamət götürməmsən. Bəli. Mənəvi məqamını qəbul edə bilmədi. Çox çətin imtihandır. Çıxa bilmədi o imtihandan. Ciddidir və rahat məsələdir deyil. Beyhəqi nəql eləyir, deyir ki, Əbu Cəhl eşitmişsiniz yəni ki, cəhalətin atası, nadanlığın atası. Ulan maraqlı da ləqəbləri, adları olub. Yəni, cəhalət canlansa, onlar onun atası Əbu Cəhl. Peyğəmbər belə insandan özbözdür. Qureyşdəndir bu da.
Bir nəfər qayıtdı ki, buna ki, ay Əbu Cəhil dedi, hə, özümüz idi, heç kəs yoxdur. Özü belə deyir, tarixə baxın. فَإِنَّهُ لَيْسَ هَاهُنَا مِنْ قُرَيْشٍ أَحَدٌ غَيْرِي وَغَيْرُكَ يَسْمَعُ كَلَامَنَا. Burada heç kəs yoxdur, sən mənəm, ikisimizik. Sənə bir dənə sual verin, buyur. Əs-sadiqun huvə əm kazib. Bu Peyğəmbər düz danışandı, yoxsa yalan danışandı, özümüz idi. Qayıtdı ki, əlbəttə ki, düz danışır. Əbu Cəhəl deyir, əlbəttə ki, düz danışır. Vay həkə, vay olsun sənə. Vallah, and olsun Allaha. Bunlar müşrik idi, Allah qəbul edirdi. And olsun Allah, innə Muhammed lə sadiq. Həqiqətən Peyğəmbər düz danışandı, and ola. Və mə kəzibə Muhammed qattu. Bir dəfə də olsun yalan danışmayıb. Bax, buna deyərlər, fəzilət. Əbu Cəhil də Peyğəmbəri tərif edir. Bir dəfə də yalan danışmayıb. Yaxşı, onu niyə qəbul eləməyək? Nə oldu ya? Həcdə olar, Kəbədə olar da, Kəbənin açarı da olar da, filan fəzilət olar da, nübüvvət də onlara çatsın. Maza yəkunu lisairi Qureyş. Biz bu Qureyşin o birisi üzvlərinə, onlara nə yetişəcək? İstəyirəm deyim ki, bu mövzu ki var, təkcə Bəni Üməyyənin etirazı deyildi. Niyə Əli? Niyə olar? Bu ümumiyyətlə, orada olan qəbilələrin itirazı idi. Hətta Sufyan bir sözü var, gəlir deyir ki, Peyğəmbərə, tutaq ki, sənə iman gətirdik, səndən sonra kim? Yəni, biz olcuq, biz olcuqla bir tər yola verək. Bunların sözü budur. Hətta bunu deyirəm sizə, səhabələrdən biri, tanınmış səhabələrdən biri. O da bu sözü dedi. Yazmışam mənim evdə qeydlərimdədir. Qayıtdı, nə oldu? Nübüvvət də bularda, xilafət də bularda. Xilafət ha. Bu özü bir dənə mövzudur. İmamət yoxsa xilafət. İmamət ülvüdür, ali tərəfdir. Məsələn, əzəmətidir. Xilafət yəni cəmaat seçir. İmamətdə yəni o seçir. İnni cailun fil ərdi xəlifə. İnni cailu kəllin nasi imamən. Bunlar xilafət kimi baxırlar. Bunu inşallah elə bağlansın, möhtərəsə, o mövzudan uzaqlaşmayayım. Qoy danışım elə. Yaxşı. Bunlar qəbul olana bilmirlər. Hətta Əmirül-Müminindən sizə bir dənə Muaviyyəyə məktub var, onu oxuyuram. Çox maraqlı məktubdur. Dedi, Nəhnu alu İbrahim əl-məhsudun. Biz İbrahim nəsli, bu xət. Fikir verdiniz? Belə dedi ya imam. Nəhnu alu İbrahim. Biz bu İbrahim nəsli. Yəni İbrahim, İsmail, Bəni Haşim. Bu nəsil, bu xət məhsudun. Hey, bizə həsəd edədilər. Əntəl hasidu lənə. Ay Muaviyyə, sən bizi gözün götürmür. Paxıllığın, həsədin içində qaynayır. Amma bunu bil. Siz bizə həsəd edirsiniz. Bunun amma sabiqəsi var. Xələqəlləh Adəm biyədihi. Allah Adəmi xəlq elədi. İndi bax, gəldi mövzumuz oraya. Allah Adəmi xəlq elədi. Nəfəhə fihi min ruhih. Ruhundan üfürdü və əscədə ləhul mələikə. Mələklər ona səcdə elədi. Və əlləməhul əsmaə kulləha. Bütün adlarını öyrətdi. İstəfahu aləl aləmin. Allah aləmlərin üstünü qərar verdi onu. Fəhəsədəhu şeytan. Şeytan qəbullana bilmədi. Hara aparır mövzunu? Ta getdi mövzu Adəmdən də o tərəfə. O hadisəyə, əvvəlki hadisəyə. Ondan sonra dedi, Allah gəldi, Nuhu yaratdı. Nuhu yaradandan sonra həsədəhu qovmuh. Qövmü də onu qəbul eləmədi. Ayəyə bax, ma haza illa bəşər. Bu da bir bəşərdir də. Mislukum, sizin kimi yurid ən yətəfəttələ aleykum. Sizə böyülük eləmək istəyir. Nuhu da gözləri götürmədi. Sonra gəldi, çatdı Hud. Hudu dedi. Ondan sonra gəldi, çatdı min qəbli zalik. Hələ Huddan, Nuhdan qabaq var. İbn-i Adəm, Adəm balası.
İbn-i Adəm, Adəmin iki balası, Qabil qətələ Habil, həsədən, həsəd üzündən Qabil Habil öldürdü. Düzdür? Həsəd üzündən Qabil Habil. Yəni, Muaviyyəyə yazır ki, həmən mövzu davam edir. Həmən mövzu davam edir. Siz elə hey rəqabət elədiniz bizlə. Biz Allahın yolunda itham elədiniz, siz bir başqa cür itham elədiniz. Hey rəqabət, amma bir yerə yetişmişsiniz ki, da burada rəqabət eləyə bilmirsiniz. Nübüvvət yüzüz biz nəbi təyin eləyəmirik. Gəldi imamət, bax burada da məsələlər ilişilib. O rəqabət özü ərəblərin xüsusiyyətidir. Bir dənə tarixdən bir dənə misal çəkim sizə. Fərəzdəqin atası olub. Fərəzdəqin atası Kufədə qıtlıq düşəndə bir dənə dəvə kəsdi. Bu Bəni Təmimdən idi. O dəvəni kəsdi. Bir payda neynədir? Götürdü, göndərdi başqa bir qəbiləyə ki, onun adı Bəni Riyahdır. Siz də yiyün. Bunlar istəndi, qayıtdı ki, xeyr ola biz üçün göndərirlər. Nə olsun çətin günlərdir. O Bəni Riyahda olan o qəbilənin başçısı o da acığa düşdü, bir dənə dəvə kəsdi. Fərəzdəqin atası 2 kəsdi, bu 2 kəsdi. O 3, bu 3. Bu adam kəsə bilmədi. Yox idi artıq. Daha doğrusu bu 3 kəsəndə Fərəzdəqin atası 100 dəvə kəsdi, bu dayandı. Zaman gəldi ki, imkanlandı, 300 dəvə kəsdi. Tarixdir ama. Bu söhbət gəldi, çatdı kimə? Əmirül Mominə. O bir dənə qısa bilə bir söz deyim, keçim yenə də mövzu. Gəldi, çatdı Əmirül Mominə. Əmirül Mominə dedilər ki, belə bir dəvələr kesiblər, ehsanlar paylanılır. Neyiniyək? Əmirül Mominin buydu, vələm yəkunil məqsud minha illəl müfaxərə vəl-mübahat. Onların niyyətləri, qəsdləri özlərini göstərmək olub. Şan, şöhrət olub. Onların niyyəti qarşı tərəfə əzmi olub, xar eləmək olub. Mən üzərində, nəfs üzərində o ehsanları veriblər. O dəvələri, neyini kəsilən dəvələri dedi? Əla kənasətil Kufə, getün hamısını aparın, atın Kufənin zibilxanasına. Fə əkələhul kilab, bağışlayız. Qoy itlər yesin onu. Bərəkət yoxdur ki orada, Allah yoxdur ki orada. Zəhərləyərlər o cəmatın ruhunu. Qəbilələr də müəyyən rəqabətlər edirdilər Bəni Haşimlə. Amma nə qədər rəqabət eləsələr də Allah uca eləyib bunları. Çünki layiqlər olar. Çünki layiqlər. Üməyyə. Bu mövzunu bura gəlib çatmışam, düzdür? Üməyyə haqqında bir dənə baxış var. Üməyyə dedim, kimin övladıdır? Əbdüşşəmsin. Əbdüşşəms Əbdümanafın oğlu. Deyirlər, Üməyyə ümumiyyətdə heç Qureyşdən də deyil. Bir tarix deyirəm də sizə. İndi sənədində yazmışam, deyəcəm sizə. Əbdüşşəms Romadan bir qul almışdı. Çox fərasətli idi hələ bu adam. Çox fərasətli oluna ərəblərə bir qayda vardı, oğulluğa götürərdilər. Bu Üməyyənin fərasətinə görə, zirəkliyinə görə götürmüşdü oğulluğuna. Bir tarix budur. Hardan deyirəm sizə? Mənbə Əbul-Qasim Kufi Əl-İstiğasə fi Bidəis Səlasə cild 1 səhifə 76. Yəni bir tarixə əsasən də bu Bəni Üməyyə heç gedib çatmır da o Əbdümənafa. Ora gedib yetişmir də. Bir quldur, Romadan alınıb. Bu bir tarixdir də bilin də. Eybi yoxdur ki. Hər halda belədir, ya elədir, işim yoxdur. Amma belədir də. İndi har alır olur olsun. Hətta Əmirül Möminin bir dənə sözü var. Bunları deyəndə, oradan da bəzi alimlər bu mənanı çıxardıblar. Bəziləri başqa mənanı çıxardıblar. Əmirül Möminin bir sözü var, deyir, Əl-Muhacir, Leysəl-Muhacir kəttəlik. Biz hicrət eləyənlərik, Peyğəmbərlə birgə hicrət eləyənlərik. Siz kimsiniz? Onlara deyir də, Bəni Üməyyə. Siz tüləqasınız. Tüləqa kimə deyirlər? Yəni, Məkkə fəth olunandan sonra Peyğəmbərin qüdrətini gördünüz, başqa yolunuz olmadı, bir təhər yalvar, yaxar elədiniz, Peyğəmbər də gəldi, əntumu tüləqa. Siz
azad oldunuz. Hətta Həzrət Zeynəb bu sözlə onlarla danışıb. Deyir, yəbnət tuləqa, ey o filan kəslərin övladı. Hətta baxın nə sözləri xanım Zeynəb, biri budur. Yəbnə Mərcanə, ay Mərcanənin balası. Baxın tarixə. Mərcanənin balası kimə deyir? Ubeydullah İbn Ziyad var. Ubeydullah İbn Ziyad bilirsiniz, o Kufəyə ki vali oldu, Ömər Sədi ki göndərdi ya, Ubeydullah İbn Ziyad. Ubeydullah İbn Ziyad. Ubeydullah Ziyadın oğludur. Ziyadın yoldaşının adı Mərcanədir. Üzr istəyirəm analarımdan, bacalarım. Yaxşı bir insan deyil, tanıyın da Əhl-i Beytlə kim mübarizə aparıb. Xanım Zeynəb ona görə Yəbnə Mərcanə, ay Mərcanənin oğlu. Deməli, Ubeydullahın atası kimdir? Ziyad. Ziyadın adı tarixdən necə qalıb? Ziyad İbni Əbihi, atasının balası Ziyad. Atası kimdir? Sufyan yazdı bir gün ona, daha doğrusu. Bəli, Muaviyə götürdü, məktub yazdı ona, bu Ziyada ki, gəl məndən görüş ki, bu xəbərlər gəldi, çatdı hətta Əmirül-Mumininə. Bunu indi sabah görüm, danışa bilsəm, danışaram. Əmirül-Mumin hətta bir məktub yazır Ziyada ki, Ziyad, şeytan sənə öndən, arxadan, qabaqdan, sağdan, soldan yaman hücum edir, müğayət ol. Axırda Muaviyə bir təhər aldı onu pulla, bir təhər aldı, Ziyad gəldi, görüşdü, üzr istəyirəm bu ifadə görə çox-çox qayıtdı ki, sən mənim qardaşımsan. Adı bəllidir, daha Ziyad ibn Əbihi idi, atasının balası. Sən mənim qardaşımsan və Sufyan sənin atondur. Baba, bunlar belə bir dənə vəziyyətdir. Ona görə Əmirül-Mumin orada deyir ki, leysəl muhacir kəttəlik, hicrət edənlərlə söz eyni deyilsiniz ha. Onun su daldı nə deyir? Deyir, vələs sarih kəlləsiq, köklü əsil nəsəbi olan, sonradan nəslə yapışdırılanlar kimi deyil. Sonradan nəslə yapışdırılanlar kimi deyil. Buradan bəziləri bunu çıxarış ediblər ki, Ümeyyə sanki nə edib? Elə bir gəlib də qıraqdan düşüb bura. Bizim soyumuz var, kökümüz var, nəslimiz var. Gəlib İbrahimdən o tərəfə tanımırsınız biz kimiyik. Tıpkı bir dənə buradan da yazmışam sizə, qoy oxuyayım bunu. Yazdı, yenə Muaviyyəyə yazılan sözlərdir. Ya. Od qoyub bu sözlərlə Əmirül-Muminin Muaviyyə. Deyir, və minna ən-nəbi, minkumul mükəzzib. Peyğəmbər bizdəndir. Mükəzzib danan, bir ömür danan süzdəndir Sufyan. Peyğəmbər bizdəndir, Bəni Haşimdən. Sufyan o danan, bir ömür süzdəndir. Və minna əsədullah və minkum əsədul əhlaf. O Həmzə bizdəndir. Minna seyyida şəbab əhlil cənnə və minkum sibyətunnar. Cənnət cavanların ağaları bizdəndir, cəhənnəmin cavanları süzdəndir. Və minna xeyru nisail aləmin. Həzrət Zəhra bizdəndir. Minkum həmmalətul xətab. Quranda deyir, o od daşıyan, o odun daşıyan o qadın, Əbu Ləhəbin həyat yoldaşı, o süzdəndir. Sonra davamında da yaxşı söz deyir, fi kəsirin mimma lənə və aleykum. Bunlardan nə qədər danışa bilərəm, özsə qoy qalsın. Əmirül-Mumin deyir. Sən nə qədər söz deyə bilərəm sənə, hərdən demirik biz, deyəcək sözümüz çox deyə, qoy qalsın. Olsa düzələn deyilsən. Vaxt da getməsin, ömür də getməsin. Sənə nə moizə edeyim? Bir halda ki, mən Muaviyyənin məktubuna baxırdım, dəhşətə gələm. Əmirül-Muminə məktub yazıb, üstünə yazıb, Əli, ittəqillah, Allahdan qorxunan. Bədbəxt. Kimə yazırsan bunu? Kim kimə nə yazır? Bir dənə məktublarına gördüm, baxın, mən baxanda məktubuna, elə büyük ki, bir dənə mömin, İslamın dərdini çəkən, İslam üçün can qoyan bir insan danışır, Əlisəm heç iş görməyib. Belə danışıram, biraz ürəyim yanır da, bax, mənə də bağışlıyorsun. Peyğəmbər yuxu gördü. Yuxuda gördü ki, minbərində Bəni Ümeyyə gedir o yana, gəlir bu yana. Yuxudan ayıldı, çox narahat oldu. Və sonra buyurdu ki, gördüm ki, özü nəql edir, yuxuda onları gördüm və gördüm ki, sizə hökümranlıq eləyir, sizə hökümranlıq eləyəcəklər, özü pis şəkildə və elə o an deyirlər, bu ayə gəldi. وَمَا جَعَلْنَا الرُّؤْيَا النَّبِي əraynək illə fitnətən linnas və şəcərətəl məl'unə fil Qur'an davamı da var. Allah Teala deyir ki, sanki bu ayənin mənasını çıxardıram üstədə.
ümmət böyük bir dənə imtahandan üzbəüz olacaq. O şəcərətul məlunə fil Qur'an. Bu yuxudan sonra gəlib bu ayəyə. Şəcərətəl məlunə, o lənətlənmiş ağac, o lənətlənmiş soy, o Quranda olan o soy sanki ümmətin bir imtihanı olacaq. Suyuti Durrul Mənsurda bu mövzuya toxunub. Şəvkani, əziz əhl-i sünnə qardaşlarımızın, dəyərli əhl-i sünnə qardaşlarım, bacılarının əsərləridir. Şəvkani, Fəthul Qədir, cild 3, səhifə 298. Alusi, Ruhul Məanidə deyir ki, bu ayə o zaman nazil oldu. Yəni, Peyğəmbər bu kəlmələrə dedi ki, onlar kimdir? Şəcərətul məlunədir. Quranda olan şəcərətul məlunə bunlardır. O lənətlənmiş soy bunlardır. Bir Türkiyəli alim var, rəhmətə getdi, professor idi. 2016-cı ildə rəhmətə getdi. Yaşar Nuri Öztürk. Bir dənə kitab yazıb, Quranda lənətlənmiş soy. Orada daha çox yazıb. İnternetdə də YouTube'a girsəz, adın yazın, gözü çıxışları da var. O da ürək yanğısı ilə danışır. Əhl-i sünnə alimidir, çox maraqlı da danışır. Hətta Peyğəmbərin həyat yoldaşı Ayşə deyir ki, Səmi'tu Rəsulallah, Mərvana deyir. Mərvan bildiniz də kimdir? Mərvan, Həkəm, həmən elə Bənüməyyə nəsli. Sonradan ki, gələcəklər, Muaviyyə, Yeziddən sonra, həmən kəsə deyir ki, mən Peyğəmbərdən belə eşitmişəm. Yəqul li əbikə və cəddikə ənəkum şəcərətul məlunə fil Quran. Peyğəmbər sən aton, o lənətlənmiş soysuza. Bunu Peyğəmbərin həyat yoldaşı deyir. Suyuti, cild 4, səhifə 191. Bu da əhl-i sünnə mənbəsidir. Bir dənə başqa ayə deyirəm sizə. İnşallah ümid edirəm yorulmursunuz. İmam Hüseyin məclisində əyləşmişsiniz də. Qobulağı mən sizə deyim, bir də gələn il Allah mənə ömür verəcək, yaşayacağam, yaşamayacağam, qobulağı danışım, eşidim və bilim, özümə borc bilirəm valla. Deyirlər, bu ayəni deyim sizə, buyurur, Quranda ayə var, Ələm tərə iləl-ləzīnə bəddəlu ni'mətəllahı kufra. Ayə budur ki, görmədim o kəsləri ki, neyməti küfrə çevirdilər. Ayə baxına, neyməti küfrə çevirdilər. Nə deməkdir bu? Neymət əsasən Quran-ı Kərimdə qeyd vurulmayanda biləsiniz, Əhl-i Beytdir, o xətdir, vilayət xəttidir, o imamət. Allah Teala Quranda buyurur, Əl-yevm əkməltu ləkum dinəkum və ətməmtu aleykum neyməti. Neyməti tamamladım qədir xumda. Allah deyir, neyməti küfrə çevirdilər. Neyməti küfrə çevirdilər. Davamında da ayəni buyurur, və həllu qavməhum darəl bavar. Və öz qövmlərini həlakət yoluna sürüklədilər. Həqiqət yolundan çıxartdılar sanki. Həlakət yoluna sürüklədilər. Burada məqsəd kimdir? Kimdən söhbət gedir? Buyururlar ki, burada məqsəd Bəni Üməyyə və Bəni Muğeyrədən söhbət gedir. Bəni Üməyyə də bir tayfadır, Bəni Muğeyrə də bir tayfadır. Bunu kim deyir? Yəni bu ayədəki deyir, neyməti küfrə çevirdilər. Kimlər çevirdi? Bəni Üməyyə, Bəni Muğeyrə. Bu tayfalar çevirdilər. Əlbəttə, təkcə bunlar da deyildi öz yerində. Bunu Təbəri, Əhl-i Sünnə alimidir, cild 13 səhifə 19-da bu mövzuya toxunub. Hətta Suyuti də bunu nəql edir. Mən bir dənə sizə Hakim Nişapuridən Müstədrəkdə cild 4, səhifə 534 belə deyir, Əbu Səid Xidri belə dedi. Əbu Səid Xidri Peyğəmbərdən belə nəql edir. Ümmətim məndən sonra Əhl-i Beytimi öldürəcək və didərgin salacaqlar onları. Bəli. Və ümmətin bizə qarşı olan ən kinli kəsləri Peyğəmbər buyurur, Əbu Səid Xidrin dili ilə. Buyurur, Bəni Üməyyədir, Bəni Muğeyrədir, Bəni Məxsumdur. Qoyun bir dənə bunlar sizə deyim, Bəni Üməyyə bəllidir. Bəni Üməyyə bəlli. Bəni Muğeyrə Əbu Cəhil oradandır. Bəni Məxsum Hind var, Hind. Hindi deyəcəm sizə kimdir? Əbu Sufyanın, Muaviyyənin, belə deyək, anası. Yaxşı. Hind bu qəbilədəndir, Bəni Məxsumdandır.
Əli əleyhissalam deyib, bir dəfə dedi ki, Peyğəmbər, mayub kik, niyə ağlayırsan? Peyğəmbər birdən gördü, gözləri dolub, dedi, niyə ağlayırsan? Dedi, Peyğəmbər buyurdu, gör nə dedi, zəğainu fi suduri əqvamin. Əlican, insanlara baxıram, qəlblərdə sənə qarşı, süzə qarşı, siz əhl-i beytə qarşı nə qədər kin-küdurət görürəm. Kinlər var süzə qarşı. La yubdunuha, yubdunəha illa bə'di. O kinlər məndən sonra çıxacaq ortaya. Həzrət Zəhran da belə bir söz var. Peyğəmbər dünyasını dəyişən kimi şeytan başını yuvadan çıxartdı. Çıxacaq kinlər. Bunu deyəndə Əmirül-Müminin bax neçə yerdə bu sözü deyib, burada da dedi, qayıtdı ki, fi səlamətin min dini, ya Rasulallah, hər şey qaydasında olacaq, dinimə xələl gəlməyəcək. Peyğəmbər buyurdu, bəli, fi səlamətin min dini, sən narahat olma, hər şey qaydasındadır. Bu qədər kin-küdurət, lap gedir, çıxır kökü Haşimə, həsəd öz yerində, biraz da gəlirsən, müharibələrdə görürsən kin-küdurət yaranıb. Siz Bədirə bir dənə baxın, Bədir müharibəsi ilk müharibədir, böyük müharibə, düzdür. Bədirdə əvvəllər müharibələrdə belə bir qayda vardı. Birinci tək-tək çıxardılar. Həzrət İmam Hüseyni də elədir. Gəllər bir-bir icazə alırlar. Ağacan icazə versən gedib vuruşaq. Bir-bir çıxırlar. Zuhayr ibn Qeyn bir-bir çıxdı. Həbib ibn Məzahir tək çıxdı. Əvvəllər tək-tək çıxardılar. Özdə güclülər çıxardı. Baxın, indi tarix inşallah çadanda danışacağım sizə. Mərhəmin qabağına kim çıxdı? Əbdövədin qabağına kim çıxdı? Tək-tək. Özdə o mühüm bir dənə hadisədir də. Orada qələbə bir dənə ruhiyyə yaradır. Ruhdan düşə bilərlər. Vəziyyət belə yerdədir ki, Bədirdə ilk müharibədir. İlk müharibədə Peyğəmbər kimi çıxartdı qabağa? Bir Həmzə. 2 Ubeydə. Ubeydə kimdir? Əli əleyhissalamın əmisi oğlu. Haşimdir da hamısı. 3 Əmirül-Mömin, 3'ü də Haşimdir. Bu tərəfdən kim çıxdı? Hindin atası. Hind kim idi? Da bəlli. Muaviyyən anası. Hindin atası Ütbə, Hindin qardaşı Vəlid, Hindin əmisi Şeybə. 3 nəfər bu tərəfdən çıxıb, 3 nəfər bu tərəfdən çıxıb. Deməli, Hindin həm atası çıxıb, həm əmisi çıxıb, həm qardaşı çıxıb. Atası ilə üzbəüz kimdir yandı? Həmzə. Həmzə öldürdü onu. Əli əleyhissalam Hindin qardaşını öldürdü. Ubeydə o Şeybə ilə mübarizə apardı. Biraz mübarizə çəkdi. Şeybə də vurdu Ubeydəni. Zərbət vurdu. Amma sonra deyirlər, bir tarix belə deyil ki, vurdu, o da vurdu, öldürdü onu. Amma Ubeydə sonradan o qanaxmadan şəhid oldu dünyasında. Bədirin ilk şəhididir. Bundan işim yoxdur. 3 nəfər Həmzə birini öldürüb, Əmirül-Möminin birini öldürüb, Ubeydə birini öldürüb. Və ondan sonraki o müharibə ki var Uhudda, Hind nə eləmişdi? Hind bir nəfər güclü, bacarıqlı bir adam tutur ki, 3 nəfəri öldürsün orada. Biri Peyğəmbərdir, 3'dür bir tarixə baxdım. Biri Həmzədir, biri Əmirül-Möminindir. Da Ubeydə olsa şəhid olub, baxın. Bu gəldi o nizə atan, adı da tarixdə Vəhşi. Bu nizə atdı, bir nəfəri şəhid elədi. O da Həmzədir. Deyirlər, niyə əlini vurmadın? Deyir, hardan baxdım, gördüm, əli oradan baxır. Əli oradan. Baxarsınız tarixə, yazılarımın içindədir. Deyirlər, zərih giyinəndə həmişə öndən giyinərdi, arxadan zərih giyinməzdi Əmirül-Mömin. Çünki qaçmazdı meydandan. Çoxları qaçıb, ha? Çoxları qaçıb. Tarixə gedin, baxın, biri var idi, o qədər qaçmışdı ki, müharibə gedəndən 2-3 gün sonra tapmışlar onu. Sən haradasan, hara getmirsən? Haralarında müharibə bitib, Allah sənə ki, qayıt gəldi, bu qədər qaçmaq olmaz ki. Kitab yazıblara, mənim söz elə bilir, Ət-Təəccüb bir kitabdır, yığıblar təəccüblü hadisələri, bir də budur ki, belə iş olar, bu qədər qaçmaq olar. Əmirül-Möminin meydanda qaçmağı yoxdur tarixdə, Allah şahiddir. Zərih də arxada, Əmirül-Mömininlə bilsən necə fəhləvanlar fəxr edib, deyib, bilsən mən kiməm, vuruşanlar, mən o kəsəm ki, əlinin qılıncına vurub qaçmışam, bilsin mən kiməm. Bunu ilə fəxr ediblər.
Bunu inan fəxr ediblər. Hamısı yazılarımdır, inan Allah, neçə vaxt yazıram, hamısı qalıb indi evdə o qeydlərim. Dedi, niyə vura bilmədin? Əlini dedi, bacarmadım ki. Hardan baxdım, oradan baxır. Peyğəmbəri çox qoruyurdular, ona görə vura bilmədi. Bir dənə Həmzəni vurdu. Həmzəni vurandan sonra gəldi, deyir, dayandı. Bir dənə keçibi dualarda, akilətil əkbəd, cigər yiyən. Kəstilər, Həmzənin cigərini çıxartdı, qoydu ağzına o Hind. O qədər nifrəti vardı. Sonra tapşırıq verdi, Həmzənin burnunu kəstilər, qulağını kəstilər, gözünü çıxartdılar, dodaqlarını kəstilər, keçirtdi onu, deyir, ipə, keçirtdilər ipə. O üzlərində gezdirirdilər ki, biz intiqamımızı aldıq. Bax, bu qədər nifrət var, bu qədər nifrət var. Bədirdən də sonra, böyüklər, bunlar balaca adamlar deyildi, Ütbə, Vəlid, bunlar ki, öldü. Bədirdən sonra müşriklərin bütün o cinayət, hərbi mövzular ki vardı, sonradan baş verdi, əhzab olacaq, filan, müharibələr olacaq. Hamısına başlıq eləyən kimdir? Sufyan. Bu nəsil. Ümeyyə oradan Haşimlə yola getmir. Sufyan Peyğəmbərlə yola getmir. Muaviyyə Əleyhisselamla yola getmir. Yezid İmam Hüseyni qətlə yetirir. Belə. Həmən bir dənə yoldur. Bu belə yol davam edir ta zuhura qədər. Zuhurun da əlamətlərindən də biri, deyirlər, Sufyanı eşitmişsiniz, yəni ki, deyirlər, Sufyanı bir qoşunla gələcək zuhurdan qabaq. İndi o Sufyanı da, baxın, hədislərdə qeyd olunur ki, gedir, çatır bu Bəni Ümeyyə qoluna. Hər halda o çatıb-çatmasa da, yəni Sufyanı zehniyyətidir. Yəni zuhurda da bu müşkül var. Yəni bu həqiqət yolu ki var, ta əvvəldən axıra. Müşküllər var əvvəldən. Lap əvvəldə də geçsin iblis, oradan o tərəfə gəlsən Qabil, belə-belə gəl və gəl və gəl, yol davam edir. Yol davam edir. Sufyan da başçılıq edir. İbn Abbas deyir, İnnə Əba Sufyan kəənə rə'su şirk, hətta inqəzə. Deyir, Əbu Sufyan şirkin başı idi, öldü, getdi. Bunu hardan deyirəm? Bəlazuri, Ənsabul Əşraf, cild 15, səhifə 19, əziz, dəyərli əhl-i sünnə qardaşlarımızın mənbəyidir. Bir dənə də söz deyirəm sizə, kənə kəhfən lil münafiqin, münafiqlərin ocağı idi Sufyan. Münafiqlərin ocağı idi. Ocaq, yəni oradan nəşə tapırdılar da. Bunu da kim deyir? Bu da əziz əhl-i sünnə qardaşlarımızın mənbəsi. Muqrizi, Ən-Niza və Təxasum, səhifə 58. Elə ki, Məkkə gəldi, fəth oldu. Buna deyim sizə. Məkkə fəth olandan sonra deyirlər, Əbu Sufyan narahat idi. Belə o yana baxır, bu yana baxır. Öz-özünə danışır. Bu necə oldu, gəldi, bizi qəlibə çaldı. Bunu ürəyində deyə-deyə ağzına çıxır sözlər. Necə oldu, necə oldu? Peyğəmbər eşidir, arxadan çiyninə vurur belə. Billahi qələbtuk. Allah mənə qalib elədi. Bu bir tarix, başqasını da deyirəm sizə. Deyirlər, baxdı bu ehtişamı gördü. Peyğəmbərin ətrafına yığışmış adamları gördü. Məkkə fəthi, böyük bir dənə hadisədir də. Görəndən sonra qayıtdı öz-özünə ki, kaş bu insanları bir də Peyğəmbərə qarşı qaldıra biləydim. Peyğəmbər yenə də bunu eşitdi. Peyğəmbər üzünü ona çevirdi, dedi, İzən yuhzikəllah. Allah inşallah səni xar edər. İbn Həcər Əsqalani, Əhl-i Sünnə mənbəsi, Əl-İsbat əsərin adıdır, cild 3, səhifə 333. O bir iki dənə Hinddən deyib. Hind Əbu Sufyanın yoldaşı, yəni Muaviyyənin anası. Belə nəql edir. İbn Əbil Hədid deyir ki, Kənət Hind tuzkəru fi Məkkə bi fucurin əhirin. Deyir, yaşadığı yerdə, üzr istəyirəm, anaların, bacıların, bağışlayın buradan bir neçə kəlmə deməliyəm mən. Pis qadın kimi tanınıb. Pis qadın kimi tanınıb. Ütbə, yəni Hindin atası, Əbu Sufyanı çağırır. Qoy, oxuyayım buradan, orijinaldan oxuyayım. Tələbə Əbuha Utbə. Deyir, Ütbə,
Hindin atası çağırdı Əba Sufyan və vəədəhu bi malin cəzil, çox pul təklif elədi Əbu Sufyana ki, mən bu qızımı al. Fəvvəzzəət, baxın, orijinaldan oxuyuram. Əbu Sufyan da evləndi fəvvəzzəət bə'də səlasəti əşhurin. 3 aydan sonra Muaviyə dünyaya gəldi. Evləndi, 3 ay sonra Muaviyə dünyaya gəldi. Sanla bəzilə başa düşər, möcüzə ilə Muaviyə dünyaya. Möcüzə deyil la bu. Yəni, bildiniz də, bağışlıyız məni. Hardan deyirəm bunu? Əhl-i Sünnə mənbəsindən deyirəm, yenə dəyərli qardaşlarımızın mənbəsindən. Zəməxşəri, Rəbiul Əbrar, cild 3, səhifə 594. Əbul Fərəc İsfəhani, o da bunu deyib. Sibt İbn Cuzi, o da bunu deyib. Bəli. Bunlar belə. Bu cür nə idi? Hətta bir gün Peyğəmbər gördü, deyir. Əbu Sufyan bir oğlu Muaviyə idi, bir oğlu da Yezid idi. Muaviyyənin oğlu da Yezid olub, qardaşına da Yezid olub. Bir gün gördü ki, Muaviyə oturub, Əbu Sufyan daha doğrusu oturub bir uzun qulağın üstündə, Muaviyə qabaqda, yəni o ipi tutur gedir, arkada da Yezid, onun qardaşı Yezid gəlir. Muaviyə qayıtdı ki, Peyğəmbər qayıtdı ki, Lə'nəllah ər-rakib vəl-qaid vəs-saiq. Oturana da Allah lənət eləsin, arkada gələnə də Allah lənət eləsin, qabaqda olana da Allah lənət eləsin. Bu da hardan? Bu da əziz əhl-i sünnə mənbəsindən, qardaşlarımızın mənbəsi. Zəhəbi, Mizanul Etidal, cild 2, səhifə 38. Şükür olsun Allah, həm əhl-i sünnə mənbəsində, həm şiə mənbəsində belə tanınır Muaviyyə. Əhl-i sünnə qardaşlarımız da sevmir bunları. Çünki belə tanıyırlar bunları. Hətta məşhur alimlərdən bir iki söz deyim, Şəvkani deyir, Fəvaidul Məcmuə, səhifə 407-də deyir ki, hədis hafizləri bu ittifaqdadırlar ki, hədis hafizləri bu fikirdədirlər, bu rəydədirlər ki, Muaviyyənin fəziləti barəsində heç bir səhih hədis yoxdur. Bunu kim deyir? Şəvkani. Bu əhl-i sünnə alimidir. Nəsai, Xəsaisu Əmirül Mominində belə bir söz deyir. Deyir, Nəsaiyə, səhifə 24-də bir nəfər gəldi, deyir ki, Nəsaiyə deyir ki, Muaviyyə haqqında, fəzilət haqqında bir şeydir də, qayda deyir ki, axı, onun fəziləti haqqında bir dənə bunu deyə bilərəm sizə ki, o da fəzilətdirsə gəl. Peyğəmbər deyir, onu çağırdı, gəlmədi, çağırdı, yemək yerdi, gəlmədi, çağırdı, yemək yerdi, gəlmədi. Axırda Peyğəmbər deyir ki, heç görüm qarnın doymasın sənin. Bir dənə bunu istəyirsiniz, deyim sizə. Bunu Nəsai deyir. Bəli. Peyğəmbərdən sonra ikinci xəlifənin vaxtındadır ki, birinci qardaşı Yezid Şamda vali oldu, ondan sonra da Muaviyyə. Bunlar bir tarixlərdir, məlumatınız olsun. Gəldim çatım, daha biraz da gecə zikri müsibətimizə tərəf. Əhl-i Beyt belə bir insanların özböz yanıb. Əhl-i Beytlə vuruşan insanlar belələr olub, biləsiz. Amma Əhl-i Beyt yaşayır yenə də, ondan sonra yaşayacaq. Biz Hüseynə yas saxlayırıq, düzdür? Nəinki biz dünyanın hər yerində şükür olsun Allah, milliyyətindən, irqindən asıl olmuyor. Qəlblər Hüseynlə döyünür. Əlhəmdü və sənə. Allahın lütfüdür. Amma nə əziyyətlər çəkiblər. Cundəb Əzzi deyir ki, gəldim Mədinəyə, gördüm, Miqdad bir küncdə elə ağlayır. Qayıtdım, Miqdad, niyə ağlayırsan? Peyğəmbər dünyasını deyişəndən sonra. Dedim, Miqdad, niyə ağlayırsan? Dedi, Peyğəmbər bunlara deyib ki, Əhl-i Beytimdən müğayət olun. Hələ belə deyib. Peyğəmbər bunlara deseydi ki, zülm edin Əhl-i Beytimə, belə vəsiyyət eləsəydi, heç bu qədər eləməzdilər. Nələr eləmədilər? Nələr eləmədilər? Kimə? Əzəz Zəhraya, Peyğəmbərə, İmam Həsənə, İmam Hüseynə. Hüseyn kimdir? Deyir, Peyğəmbər oturmuşdu. Peyğəmbər oturmuşdu, deyir. Ubey ibn Kəb də onun yanındaydı. İmam Hüseyn girdi içəri. 4 yaşında, 5 yaşında. Kaş o ağanı bir yaxından bizi ziyarət eləyəydi. Allah bizi İmam Hüseyndən ayrı salmasın. Allah Kərbəla ziyarəti nəsib eləsin inşallah. İmam Hüseyn girdi içəri. Bəh, bəh, bəh.
Girdi içərdi, Peyğəmbər gördü, Hüseyin girdi, dedi, mərhəmən, mərhəba bik, ya Əba Əbdillah. İnşallah qəbründə deyəsən. İnşallah o çətin anlarda Həzrət Hüseyin özü gəlsin sənə başva deyəsən, mərhəba bik, ya Əba Əbdillah. Ağacan, gəldinmi? Peyğəmbər dedi, mərhəba Hüseyin can. Mərhəba, ya zeynəs səmavatı vəl-ərd, ey göylərin yerin zinəti, salam olsun sənə. Ubey deyir, qayıtdım, nə? Zinət deyirsən ona, böyütdün məsələni. Qayıtdı, Ubey, vəlləzi bəəsəni. Nəbiyyə, and olsun məni Peyğəmbər eləyən Allaha. İnnəl Hüseynə fis-səmai əkbəru minhu fil-ardi. Hüseyni göydə daha çox tanıyırlar, nəinki yerdə. Göy əhli də bugün Hüseynə yas saxlayır. Yer əhli də Hüseynə yas saxlayır. Göy əhli bizdən daha çox tanıyırmış, deyir Hüseyni. Siz nə bilirsiniz? Sonra dedi, İnnəl Hüseyn fis-səmai əkbər. Ondan sonra dedi, və innəhu ləməktubun ən yəminil ərş Hüseynun misbahu huda və səfinətu nəca. Ərşdə sağda yazılıb, Hüseyn nicat gəmisidir. Hidayət çırağıdır. Bura qədər işitmişsiniz, davamını da deyirəm sizə. İmamu xeyrin və yumnin və izzin və fəxrin və elmin. Kim fəxr eləmək istəyir, Hüseyndən fəxr eləsin. Kim izzət istəyir, Hüseynin qapısına gəlsin. Kim mərifət istəyir, Hüseynə üz tutsun. Kim bərəkət istəyir, xeyr istəyir, İmam Hüseyndən möhkəb tutsun. Bu Rəsul-i Əkrəmin sözüdür. Bəli, qardaşlarım, bugün istəyirəm, Hüseynin bir balası var, onun qapısını döyüm. Əzizimiz qəşəng beytlərdir onun haqqında. Allah qələminə bərəkət versin. İstəyirəm, o balaca balanın qapısını döyək inşallah. 3 yaşlı balanın istəyirəm qapısını döyək. Bir salam verim icazəmizlə, hamımızın adında. Qəbri Şamdadır da onun da. Esselamu aleyki, ya Ruqayyətəl məzlumə. Ay məzlumə, 3 yaşlı bala salam olsun sənə. Bir sözdə böyük alimlər oxumuşam, vallahi onun qapısını döyüblər. Böyük dərdlərə çarə olub, Allahın izni ilə. Gedəyin onun qapısına. Ya Allah. Bu sözü ki, çox eşitmişsiniz. Qız uşağı atanı çox sevər. Evdə qız olanlar da indi bəzi oturub qız övladı ilə. Atanın da xüsusi qıza məhəbbət var, qızın da ataya məhəbbət var, düz deyil. Bu məhəbbət bir yerdə daha çox şiddətlənir. Bir tutarda qız uşaq vaxtı ananı itirə. Artıq atadan həm ana məhəbbəti gözləyir, həm ata məhəbbəti gözləyir. Bunu bilirdiniz ki, Rüqəyyə xanımın anası Ummu İshaq elə az neçə aylığında dünyasını dəyişdi. Rüqəyyə ana tərəfdən yetim qaldı. O az yaşında. Kim götürdü onu öhdəsinə? Sənə qurban olar, Rübab. Gəldim Hüseynə dedi, Rüqəyyə mənim. Rüqəyyə mənim. Rübab elə hey qucaqlayırdı Rüqəyyanı. Bir də baxın, Kərbəlada məktəli oxuyun. Deyirlər, Rüqəyyə qucaqlamışdı Rübabı. Rübab elə qucaqlamış, çadırın altına salmışdı ki, uşaq atların ayağının altında qalmasın, o çətin anları görməsin. Amma Rüqəyyə görür o çətin anları. Ən çətin anın deyim söz açan idi, nə vaxtları idi. O ki, Şama tərəf gedirdilər. İmam Səccadın bir sözü var, mən hərdən yadıma düşür, elə ürəyim yanır. İmam Səccad deyir, əlimizi bağlamışlar. Həzrət Zeynəbin də əlini bağlamışlar, mənim də əlimi bağlamışlar. Elə deyir, iplə, zəncirlə bağlanmışdıq. Biz asta gedirdik ki, uşaqlar narahat olmasın. Asta gedəndə bizi vururdular, bərk gedin. Bərk gedəndə uşaqlar yıxılırdı. Hətta bəzi yerdə orada bir uşaq vardı, dedi, bu yol qutarmadı. Bu vurmaq bitəcək, yoxsa yox. Hətta bir yerdə deyirlər, bir nəfər daşı götürdü, bir qadın vurdu İmam Hüseyin o kəsik başına. Ay Allah. Bu Kərbəlalı arasından danışasın. Gəldim, çatdım Şama. Çətin anlara gəldim, çatdım. Gecənin bir aləmi Rüqəyyə durdu. Bibi, bəli bala, nə oldu? Bibi, atamı yuxuda görmüşəm. Mən atamı verim. Ay bala,
Narahat olma, səbirli ol. Sakitləşdirəmədəcə Zeynəb. Ümmül Məsaib sakitləşdirə bilməyib. Ümmü Gülsüm gəldi, onlar mənə verəsən. Ümmü Gülsüm qucaqladı. Ay bala sakit ol, sakitləşmədi. İmam Səccad gəldi, qucaqladı. Gördülər uşaq dayanmadı, səsi götürüb sarayı. Yezidə səs gəldi, yetişdi. Bəli, ona dedi, o kimdir? Dedilər, Hüseynin 3 yaşlı, o yetim balasız. Dedi, nə istəyir? Dedi, Hüseyin istəyir atasını. Dedi, niyə vermirsiniz? Dedi, nəyi verək? Dedi, o kəsik başı qoyun onun qabağından, canımız qutarsın o səsindən. Bunların ağlamağı da bunları narahat edib, ha. Necə Həzrəti Zəhranın ağlamağı narahat edirdi Mədinə əhlini. Rüqəyyanın ağlamağı Yezdi narahat edib. Deyirlər, o uşağın başı, İmam Hüseynin başını qoydular bir siniyə, üstüne bir parça atdılar. Gətirdilər, gəl ay Rüqəyya. Deyirlər, Rüqəyya deyir, o parçanı açdı. Allah heç kim balaya göstərməsin bunu. Rüqəyya bala açdı deyib, baxdı birinci, qucaqladı o başı. Baxdı, hey baxdı, biz nəyə baxırdı daha çox? O qurumuş dodaqlarına baxırdı İmam Hüseyin, o ətşan dodaqlarına. Orada 3 dənə cümlə deyilmək üçün sizə deyirəm. Dedim, mənin ləzi əytəməni fi siğəri. Atam, məni bu az yaşımda kim yetim qoydu? Atam, mənim, ata sənə qurban olun, bu saqqalıva qana kim boyadı? Bu iki, üçüncüdə də İmam Zaman və bağışlasın da, bu Rüqəyya balanın sözüdür. Dedi ki, ata, mədin ləzi qətə vəridək, boğazımı kim kesti, ay ata? Deyirlər, uşaq yıxıldı, başla düşdü yerə. Allah, ya Rəbbəl aləmin, Həzrət Zeynəb gəldi, gördü Rüqəyya yoxdur, da dünyasını dəyişib. Ata məhəbbəti ilə dünyasını dəyişib. Hamı ağlayır. Ümmü Gülsüm daha möhkəm ağladı. Zeynəb xanım gəldi, ay qurban olaq sənə Zeynəb. Gəldi Ümmü Gülsüm, biz çox dağ görmüş ya, nə olub bu qədər ağlayırsan? Biz Abbasın dağını gördük, biz Əli Əsxər dağı görmüşük, biz Əli Əkbəri görmüşük, biz Qasım dağı görmüşük. Niyə ağlayırsan belə? Dedi, bacı, qurban olum sənə, mən dünən gecə Rüqəyya bir söz deyib yandırır məni. Dedi, nə deyib? Dedi, gəldi, yaxınlaşdı, dedi, bibi, mənə bir çörək olar, bir tikək yiyim. Dedim, yoxdur heç neyimiz bu xarabədə. Dedi, su var, su içim. Dedi, su da yoxdur yanımızda indi hal-hazırda. Dedi, məni yandıran bu da atası kimi şəhid oldu. İmam Səccad gətirdi bu uşağı, Qəssalə götürdü bu uşağı. Qəssalə Zeynəb xanıma, bu da axır sözüm. Qəssalə Zeynəb xanıma dedi, bunu niyə bədəni bu qədər göyərib? Ələ lənətullah, ələl qavmi zalimin. Hacət dəvzi gətirin zeynimizə.